2026 model sualı. Demək, burada kalsiyum karbonat tuzu və kalium hidrokarbonat tuzları verib bizə. Kütləsi cəmi 90 qramdır. Və parçalama təmizlərini yazaq. Kalsiyum oksid karbon qazı. İkinci təmizimizdən də kalium karbonat və karbon qazı su. Sallaşdıraq reaksiya təmizini. Birinci təmizdə kalsiyum karbonat tuzunun parçalanmasından 1 mol karbon qazı alınır. İkinci təmizdə deməli 2 mol kalium hidrokarbonat tuzunun parçalanmasından 1 mol karbon qazı, 1 mol su alınır. Bizə deyir cəmi m mol su alınır. Su təkcə kalium hidrokarbonatın parçalanmasından alınır. Əgər m mol su alınırsa, burada m mol karbon qazı alınır. Cəmi 4 m mol karbon qazı alınır. Demək, bu 3 m yəqin ki kalsiyum karbonatın parçalanmasından alınır. Bundan işimiz yoxdur. Və m mol karbon qazı alınırsa, o zaman 2 mol kalium hidrokarbonat parçalanmışdır. Və bizə burada deyir ki, 90 qram bərk kütlədən 70.6 qram bərk kütləyə deməli azalma var. Bərk kütlənin azalma səbəbi karbon qazı ilə suyun demək ayrılmasıdır. Demək ki, 90'dan 70.6'sını çıxsaq, yerdə qalır demək 4, 19.4 qram. 19.4 qram demək ümumi karbon qazı və suyun deməli maddələrdən ayrılmasıdır. 19.4 qram da bərabərdir demək 4 mol karbon qazının kütləsinə plus m mol da suyun kütləsinə. Buradan biz n-i tapsaq 4 n mol karbon qazı 4 vur 44 176, o da 18 194. Deməli 194 n bərabərdir 19.4-ə. Buradan n də bərabərdir 0.1 mol. Demək 0.1 mol n-i tapdıq. Onda bu deyir 0.2 mol. Demək 0.2 mol kalium hidrokarbonat parçalanmışdır. Kalium hidrokarbonatın emeri demək kalium hidrokarbonatın emeri 39, 40, 60, 100'dür. 1 molun 0.2 moluna necə 20 qram. Və bizə deyir ki, kalium hidrokarbonatın 50% parçalanıb. Deməli bu 50%'dir. O zaman kalium hidrokarbonatın başlanğıc kütləsi neçə qram imiş? 40 qram imiş. Və 90 qramın 40 qramı kalium hidrokarbonat olduğuna görə 90 qramın 40 qramı kalium hidrokarbonat olduğuna görə yerdə qalan 50 qram isə kalsiyum